Bağışlayan və mehriban Allahın adı ilə salamlayıram hər birinizi, dəyərli tamaşaçılar. Allah inşallah ki, dualarınızı qəbul etsin. Ramazanın 9-cu günündə Allaha həmd və səna olsun ki, bir daha sizin qarşınızdayam və gözəl bir ayə ilə. Hansı ki, bu ayənin də istifadəsi və ehtiyacı cəmiyyətimizdə bugün həddindən artıq çoxdur. Allah Taala məhz Qurani Kərimin 9-cu cüzündə sözsüz ki, bir çox ayələr var. Ola bilər ki, siz bir çox ayələrlə tanışdığınız olar, tərcüməsinə müraciət edərsiniz. Amma biz yorucu olmasın deyə hər gün bir ayənin mənasını və oradan bəzi əxlaqi nöqtələri, lazım olan şeyləri sizin nəzərinizə çatdırırıq ki, işiniz asan da olsun. Əraf surəsi 199-cu ayədə, hansı ki bu ayə 9-cu cüzdə qeyd olunubdur. Allah Taala belə buyurur. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Xudil əffə vəmur bil urfi və ərid anil cahilin. Əff və güzəşt yolunu tut, yaxşı işlər görməyə əmr et və nadanlardan üz döndər. Bugün həqiqətən də cəmiyyətdə bu şeylərə çox ehtiyac var. Bəzən Quran barəsində o qədər anlaşılmaz, sanki çətin bir kitab kimi danışılır. Doğrudur, Qurani Kərimdə bir çox ayələr var ki, o ayələrin təfsirə və məna olunmasına ehtiyacı var. Çünki bəzi ayələrin zahirindən hər şey bəllidir, bəzi ayələrdə isə batinindədir əsas nöqtələr. Amma bəzi ayələr var ki, məhz elə indi oxuduğumuz ayə kimi əff və güzəşt yolunu tut, yaxşı işlər görməyə dəvət et, yəni əmr et və nadanlardan üz döndər. Bu ayədə bütün dövrlərdə yaşayan və eyni zamanda bütün cəmiyyətlər üçün dərslər var. Baxın, indiki zamanda mən dəfələrlə qeyd etmişəm bunu. Söhbət məhz İslamda və İslamla uzlaşan psixologiyadan getmir. Söhbət qərb psixologiyasından gedir ki, bir də görürsən ki, insanlara o qədər lazımsız şeyləri aşılayırlar ki, hətta günaha düşməyən şəxsləri belə günaha təşviq edirlər. Məsələn, nümunə olaraq bunu çatdıra bilərəm ki, hansı ki, bədən dili deyilən bir şey var. Həqiqətən də insanda bədən dili deyilən bir şey var. Məsələn, insanın baxışından, insanın rəftarından, onun mimikalarından narahatçılığını, şadlığını, qəmginliyini biz hiss edə bilirik. Lakin əl hərəkətlərindən onun hansı halətdə olduğunu bəzən hiss edə bilirik. Amma indi hətta bunu psixologiya adına bəzi halətlərə gətirib çıxardıblar ki, insanları az qalsın ki, bir-biri ilə bu şəkildə düşmən şəklinə gətirirlər. Məsələn, hansısa bir dostunla əyləşmirsən, təlqin edirlər ki, əgər dostun səninlə danışanda əlini məsələn burnuna atdısa, nə bilim, deməli o sənin yalan danışdığını düşünür. Və yaxud da əgər hansısa bir hərəkəti elədisə, filan şey düşünür, sənin haqqında filan mənfi fikirdədir. Baxın, hər gün yeni insanları düşündürən, hətta insanları çaşqınlığa salan, günaha salan bəzi şeylər çıxır. Hətta müraciət edən insanlar arasında, ilahiyyatçılara müraciət edən insanlar arasında biz müşahidə edə bilərik ki, bu bədən dili ilə anlaşmağa çalışan, öyrənməyə çalışan bəzi insanlar olub ki, özləri etiraf edirlər ki, mən artıq evimdə qaynanamla üz-üzə əyləşəndə ancaq ardıcıl bədən dilinə diqqət etdiyim üçün, hansısa nə bilim psixoloqun dediklərinə əsasən diqqət etdiyim üçün məhz bütün günü şuuraltı ona suizənn edirəm və mənfi düşüncələr yaranır məndə. Baxın, Peyğəmbərimiz insan psixologiyası üçün ən gözəl olan, yəni Qurani Kərim vasitəsilə bizə bunu çatdırır. Yəni Qurani Kərimdə Allah Taala Peyğəmbərə və Peyğəmbər də bizlərə bu ayədə 3 qaydanı çatdırır. Psixoloji qaydadır. Gündəlik həyatımızda biz bunu istifadə edərək bir çox ictimai məsələlərdə, ictimai əlaqələrdə müvəffəq ola bilərik. Birincisi budur ki, əff və güzəşt yolunu tut. Yəni xəta edən insanlara nisbətdə pis işlər görən, sənə qarşı qaba davranan, nə bilim, hansısa bir sənin haqqında qeybət edən insanlara qarşı, sözsüz ki, münafiqləri çıxmaq şərti ilə insanlara qarşı, pis işləri görən insanlara qarşı güzəşt elə. Yəni əff elə onları, güzəşt elə insanlar xəta edə bilər.
Birinci qayda bu oldu. İkinci məsələ budur ki, deyir, yaxşı işlərə görməyə əmr et insanları. Yəni, insanların ruhiyyəsinin yaxşı olması üçün həqiqətən də insanların yaxşı işlərə ehtiyacı var. Özləri bunu bilməsələr də. Əgər bir insan davamlı olaraq, hətta az olan yaxşı işləri belə görsə, hətta evin daxilində gündəlik öz vəzifələrinə əməl etsə, vaxtında öz təmizlik işini görsə, vaxtında öz dərsini icra eləsə, yerinə yetirsə, vaxtında xörəyini hazır eləsə və yaxud əgər bəydirsə, vaxtında durub işinə getsə, işini düzgün icra eləsə, sözsüz ki, ruhiyyəsi yaxşı olacaq. Yaxşı işlərə əmr et. Yaxşı işlər insanın ruhiyyəsini yaxşılaşdırır həqiqətən də. Davamlı insan əgər öz vəzifəsinə əməl etsə, həqiqətən də o mənəvi cəhətdən yüksəlişə doğru gedir və tərəqqiyə doğru gedir. Üçüncü nöqtə isə nadan adamlardan uzaq dur. Yəni, nadan insanlarla bəhs eləmə, nadan insanlarla deyişmə, dilləşmə, vaxtını boşuna sərf eləmə. Çünki nadan insanlar belədir ki, hər nə qədər sən enerji sərf eləsən, onları başa salmağa çalışsan, bir o qədər də namüvəffəq olacaqsan. Həm vaxtın gedəcək, həm əsəblərin korlanacaq. Nadan insanlardan, cahil insanlarla dilləşməkdən uzaq dur. Yəni, onları özüvə yaxın tutma, üz döndər onlardan. Baxın, bütün bu qaydalar cəmiyyəti qoruyan qaydalardır. İnsanların bir-birinə qarşı münasibətlərini düzəldən qaydalardır. Ən sadə 3 yol göstərir Allah Taala bizə. Lazım deyil biz insanların, Peyğəmbərimiz necə ki, insanların nə bədən dilini bilirdi, yəni bədən dili ilə çalışmırdı, heç kəsə demirdi ki, filan kəs belə eləsə sən, deməli sənin haqqında nəsə deyir, nəsə düşünür filan. İnsandır, ola bilər ki, onun indi ruhiyyəsi yaxşı deyil, qarşımda əyləşib bilmədən hansısa iş görür və yaxud burnu qaşınır, nə bilim, hansısa bir hərəkəti eləyir. Adəti budur ki, ayağını ayağının üzərinə qoysun. Biz onların hər hərəkətindən suizən edib hansısa bir nəticə və qəzavət əldə edə bilmərik. Baxın, ən sadə qaydanı bizə Allah Taala Peyğəmbər vasitəsilə çatdırır. Yəni, ayədə Peyğəmbərə əmr edir və Peyğəmbər də bizə çatdırır bunu. Qurani Kərimdə bu ayədə, Əraf surəsi 199-cu ayədə psixoloji cəmiyyəti qoruyan sadə 3 qaydanı bizə çatdırdı ki, mən də onu sizə təqdim elədim. Lakin əməl etmək üçün nə edək? Hansı qaydalardan istifadə edək? Necə edək ki, müvəffəq olaq bu zəminədə? Birincisi budur ki, elə indicə, elə bugün ki, mən bu məsələ ilə agah oldum, bildim ki, mən ayə mənə buyurur, Allahın sözündən o yana söz yoxdur. Allah Taala mənə buyurur ki, əfv və güzəşt yolunu tutum. Elə indicə mənə pislik edən hər hansı bir tanışım, dostum, qohumum, fərqi yoxdur. Bir nəfəri nəzərimdə tuturam, hansı ki, bilmədən bir xəta edib və yaxud bilərəkdən olub, insandır, qəflətə düşüb, inciliyim olub o şəxsdən, onu nəzərimdə tuturam və onu Allaha xatir bağışlayıram. Onun pis əməllərinin üzərindən xətt çəkirəm. O dost ki, məsələn, qeybətimi edib bir dəfə, o dost ki, bir dəfə qəlbimə dəyib, onu bağışlayıram və üzərindən keçirəm. Birinci qayda bu. Hansı ki, bağışlamaq insanın qəlbinə aramlıq bəxş eləyir. İkinci qayda budur ki, yaxşı işləri yaymaq lazımdır. Məsələn, kimsə xeyir işlər görürsə, kimsə davamlı insanlara can yandırırsa, sağlamlıqlarının qayğısına qalırsa, biz də onlara dəstək olar və yaxşı işləri yaymağa kömək edək. Nəinki yaxşı işlər görən şəxslərə nisbətdə insanları bədbin edək ki, o az olan yaxşı işlərinə də ad verməklə onları məyus edək, onları öz cəmiyyətdən uzaq salaq. Dəstək olaq yaxşı işlər görənlərə, biz də proqramlar quraq bunun üçün ki, mən Ramazan ayının əvvəlindən neçə ayədə artıq bu barədə sizə çatdırmışam. Üçüncüsü isə budur ki, cahil, biədəb, yəni tərbiyəsi zəif olan, ədəbdən kənar olan insanlarla dilləşməyək, vaxtımızı, zamanımızı sərf eləməyək, hansı ki, mən yəqinən bilirəm ki, bu insana bir sözü desəm qəbul etməyəcək və üstəlik mənlə deyişəcək, axırda savaşmağa qədər gedib çıxacaq. O zaman mən nə etməliyəm? Deyişmək əvəzinə asta şəkildə uzaqlaşmalıyam o şəxsdən, yəni mübahisə etmədən. Sadəcə uzaqdan uzağa məcbur qaldığım surətdə salam əleyküm, əleykümüssalam, bu həddir. Bəs deməli, lazım deyil ki, dərin bilgilərə
sahib olaq, nə bilim psixologiya kitabları oxuyaq. Bütün psixoloji qayda qanunları, bütün insanın ruhiyyəsinin qayğısına qalan ayələr hamısı Qurani-Kərimdə var və sadəcə açıb oxumaq, eşitmək, dinləmək və ona əməl edib üzərində düşünmək bizə qalır. Allah bu yolda sizi sabit qədəm eləsin. Bizi də dualarınızda yad edin inşallah. Allaha əmanət olun.